Jurnalistlər sizdən deyirlər ki, Abid müəllim bizimlə kobud danışır. Hətta Əflatun Amaşov sizə açıq məktub yazıb. Nə deyə bilərsiniz bu haqda? Kim nə istəyir yazsın. Məni belə şeylər maraqlandırmır. Mən boş-boş suallara cavab vermirəm. Jurnalistin nə işinə var? Jurnalist o, razbirayetsə hansı şirkət nəyə qabiliyyəti var, nəyi bilir? Soruşur məndən ki, hansı şirkətdir? Jurnalistin nə işinə var hansı şirkətdir? Bunu hökumət müəyyən edir. Hansı şirkət qabiliyyətlidirsə, mərfətlidirsə, inamlıdırsa, keyfiyyətli iş görsə ona tapşırır da. Yoxsa şirkətin nə işinə var? Bir uşaq 20 yaşında soruşur. Bəs hansı şirkətdir? Nə istəyir yazsın? Bu bir. Sonra sizin nə sualınız var əlavə? Abid müəllim, mənim sual... Nə eləməliyəm? Əgər bu boş-boşda sual versə jurnalist öpüb gözümün üstünə qoymalıyım, ay balam. Abid müəllim, jurnalist... Yoxsa bundan siz düzəltdiniz şou. Düzəldiniz, nə istəyirsiniz, düzəldiniz. Mənə istəyir soyuğu yoxdur elə şeyləri. İşlə məşğul olmaq lazımdır. Şou ilə yox, ayanam, ay balam. Deyirlər ki, jurnalistin sual vermək haqqı var. Ola bilsin ki, sonra hansısa ekspert onu qiymətləndirəcək. Jurnalistin mənim cib telefonuma zəng eləməyə vapşı haqqı yox. Var sənin haqqın. Mənim cib telefonuma zəng eləməyin qızım. Sual verirəm, anam. Abidəm, sizin ümumiyyətlə jurnalistlərə... Yoxsa ki, hələ yerindən duran bu cib telefona cavab verir. Mən də oturub bütün günü siz xanımlara, uşaqlara cavab verməliyəm. İşim yox, gücüm yox da. Hələ çıxır da balası da. Abid müəllim, jurnalistlərə qarşı sizin nəysə bir kininiz varmı ki? Yəni bir... O sözdür. Yoxdur. Jurnalistlərə uşaqsız, balam, ayanam. Mən jurnalistlərə həmişə bir balam kimi baxmışam. Və elə də baxıram. İndi bir dənə jurnalist çıxıb ortaya şou düzəldir, nə istəyir düzəltsin, məni bu maraqlandırmır. Heç narahat etmir. Abid müəllim, JEK müdürünün tutulması məsələsini, JEK bu mayın 19-unda... Sizi görürsünüz, ay qızım, ay balam, sizi məsələn maraqlandırmır, sizi şou maraqlandırır, ay balam. Bu boyda faci olub, sizi o maraqlandırmır. Bir jurnalist mənə bir uşaq sual verir ki, bəs ay filan kəs, kim tikəsidir, mən demişəm, balam, sənin nə işi var? Bu, yaranıb, akılırsa işimiz gücümüz yoxdur, şou yaradırsınız. Mayın 19-unda yanmış bina ilə bağlı saxlanılanlardan biri də JEK müdürüdür. Sosial mediada sonra... Nə müdürüdür? JEK, mənzil istismar sahəsinin müdürüdür. Və müzakirə olunan mətbuatın da yazdığı məsələlərdən biri də budur ki, axı nə üçün bu boyda böyük hadisədən ötürü adi bir mənzil istismar sahəsinin rəisi həbs olunmalıdır. Siz nəsə deyə bilərsiniz bu haqda? Yox, mən heç nə deyə bilmərəm, çünki o mənə aid olan məsələdir. Abid müəllim, siz nə dərəcədə müdaxilə eləyə bilirsiniz tikinti, fövqəladə hallarla bağlı məsələlərə? Mən bilirəm ki, məsələn, fövqəladə hallar... Siz mənə mənim səlahiyyətim haqqında sual vermirsiniz də. Buna sizin haqqınız var, mənim səlahiyyətim nədir? Nə göstəriş verə bilərəm, nə göstəriş verə bilmərəm. İndi mən sizə durum, ay balam, ay anam. Mən sizə durum bir saat, mənim səlahiyyətim nədir, MKS-in səlahiyyəti nədir? Nə qədər siz haqlısınız, ha qızım? Nətər deyim ki, balasan da inciməyəsən məndən. Başa düşdüm. Və son olaraq sizin istefanızı tələb edən çağırışlar səslənir. Nə deyə bilərsiniz? Allah hamısına kömək olsun. Yəni deyirlər ki, Abid müəllim artıq 20 ildir baş nazirin müavinidir, getmək vaxtıdır. Çox sağ olsunlar. Yəni siz özünüz yorğun saymırsınız ki bu peşə? Oldu, sağ olun. Sağ olun.